İtini öğreneceğiz. Ne yaparsınlar? Kim iti sever. Biz de severiz. Düz deme. Biz o derecede sevmiyoruz. Sevenler, o itlere yazığı gelenler yaparsınlar. Yurdunda, məskanında saxlasın. Əgər bilməzsinizsə, xalqın müleniyyası heç kim razı deyil o işə, heç kim. Gəlib borçalıyam gətirələr. Biz it yığanıq mı? Kvemo Kartelidə sahibsiz itlər problemi illərdir ciddi narahatlıq doğuran məsələlərdən biridir. Demək olar ki, hər kəs Martniyulinin küçələrində də sahibsiz itlərlə qarşılaşıb. Bu heyvanların mövcudluğu yalnız onların ağır şəraitdə yaşaması və həyatlarının daim təhlükə altında olması baxımından deyil, həm də müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilmələri səbəbindən problem yaradır. Sahibsiz itlər probleminin həlli məqsədi ilə 2019-cu ildə heyvan sığınacağının tikilməsi məsələsi gündəmə gəlmiş və sığınacağın Rustavi şəhərində inşa olunacağı açıqlanmışdı. Bu günlərdə isə məlum olub ki, sığınacağın tikintisi üçün Martniyuli Bələdiyyəsinin Qızıl Hacılı kəndi ərazisi seçilib. Biz hazırda Qızıl Hacılı kəndinin yüksəkliyindəyik. Tam olaraq burada 1 hektarlıq ərazidə itlər üçün sığınacağın tikilməsi planlaşdırılır. Nəzərinizə çatdıraq ki, bu sığınacaq regional səviyyədə fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, Kvemo Kartelinin digər bələdiyyələrindən sahibsiz, yəni küçə itləri tam olaraq bura gətiriləcək və bu sığınacaqda saxlanılacaq. Bu isə insanlar üçün də böyük narahatlıq yaradıb. Bizim evden soruşun. Davur müəllimlər. O bu işe kabuldur, razıdır mı? Razı olmamalıdır. Biz razı değiliz. Körpünün üstündən buraya sentrə 40 dəqiqəyə gəlirik. Bir dənə yamya baxan yoxdur. Yağış yağanda orada doska lazım ki, balıq tutasan. Niyə onun dərdinə qalan yox, itxanaya fikirləşirlər. İtxanayı düz deyirlər, o qədər boş yer var. Yağıncaq ora boş aparsalar yağıncıya. Hər yeri zaborlayıb, heyvanı buraxmırlar, hər yeri alıb zəbt ediblər. İndi itxana qalmışdı bir dənə oldu. Benim kızım antisanitariya görəm, it olmalıdır. Ölkədən yağılca 100.000 hektardır, 100.000 hektara aparıb itlərini orada yuva qarsalar. Niyə elə gətirirlər düz bizim ağzımızın içine? Biz qabul deyil. Niçin mən qabul deyim, hamını yerinə deməyim. Martniyuldə bir çox sakinlər, xüsusilə də sığınacağın regional səviyyədə fəaliyyət göstərəcək obyekt kimi nəzərdə tutulmasını bir mənalı qarşılamırlar. Onlar antisanitar vəziyyətin yaranacağından, yay aylarında xoşa gəlməz qoxuların yayılacağından və müxtəlif xəstəliklərin artması riskindən narahat olduqlarını bildirirlər. Oradan yer vurur, yer əsərində bütün iyi buraya gətirəcək. Hazır aparsalar, yalnızda qarşılarlar. Bəlkə bələdiyyədə də ola bilər. Amma burada xalqın ağzının içidir. Amma bərim razı iyi olmaz, gözəldir. Burada yer verir, gətirəcək. Yaxşıdırsa, həmə gərək xalqa hörmət eləyək. Cəmaət düz olsun. Yuxarı yer hamısını buraya gətirir. Marmurlar təzə kəndə. Sığınacağın tikilməsi planlaşdırılan əraziyə yaxınlıqda yaşayan sakinlər isə layihənin həyata keçirilməsinin qarşısını almaq üçün qanun çərçivəsində əllərindən gələni edəcəklərini qeyd ediblər. Razı deyil. Niçin mal bazarının yanında, xarçı zonada razı deyil bizim işimizdə heç bir var. Ama o iş olabilir. Etsələr biz hər yerə aşağı eləyəcəyik. Yəni deyəcək ki, bu iş öz iş deyil. Bələdiyyəmizin ən böyük kəndlərindən biri olan 10.000-dən çox sakinin yaşadığı Qızıl Hacılı kəndinə də üz tutduq. Sakinlər Qızıl Hacılıda tikilməsi planlaşdırılan it sığınacağı təşəbbüsünü bir mənalı qarşılamadıqlarını bildirərək kəndin daha ciddi və qlobal problemlərinin gündəmə gətirilməsinin vacibliyini vurğulayıblar. Başka rayonlardan buraya getirilir. Niye? Buraya getiriliyor Qızıl Hacılıya. Başka yeri yoktur. Bize Qızıl Hacılıdan değil miyiz? Yok. Ben razı değilim. Ben razı değilim. O kadar problem var Qızıl Hacılıda. O kadar say sambal yoxdur demək olar. Yəni bu itxana tikilmə məsələsidir. Bu axırıncı dərəcədə ola bilər. Elə deyilmi? Birinci insanların o kadar problemləri var. Qocalar var, uşaqlar var. Birinci gün uşaq məktəbə gedəmir. Milli ki, mənim uşağım deyir, ay bacı, yağış yağdı, yeləsi deyir, gedəmirik deyir. Bax, problemlər budur, çoxdur. Yəni mən
narazıyam bu işlərdə. Onu eləyirlərsə də qoy kənarda eləsinlər. Gətirib yaxına salacaqlarsa da bu da bir problem olacaq, elə deyilmi? Qızıl Hacılı sakinləri nümunə olaraq Yoda ərazisində fəaliyyət göstərən donuz fermasını göstərirlər. Onların sözlərinə görə, ferma yaşayış məntəqəsindən uzaqda yerləşməsinə baxmayaraq, Qoxucanda qəsəbəsində, hətta Marniuli şəhərinin mərkəzində belə hiss olunur. Çox pis belə şey gəlir kəndin, rayonun içində. O zibilxananın yanında deyirlər, eləmi? Ha, bu kəndin başıdır, rayonun başıdır. Bu qədər əhaliyə əlbəttə ziyan eləyəcəkdir. Bunun iyisi vardır, qoxusu vardır, nə bilim mən. Kim ona baxacaq orada ki, onu elə saxlayırlar orada? Gəlsinlər, ceyran saxlasınlar, cüyü saxlasınlar. Belə şeylər. Nə gündə yaşayırıq. Yol düzəltmirlər. Tozun içində Nəyə xarc qırılırıq biz burada. Xarcı bir yola çəksinlər da. Baba nə gündədir buralar? Bir baxın da, baxın. Baxın. Belə baxın. Nə gündədir? Rayonun Marnolda Qızılacaya gələnə kimi orada probka yaranır. Bəlkə də 100 maşın bir-birinin qabağına keçə-keçə oradan keçə bilmirlər. Bu nə? Belə yol mu olur? Tiflisdən Bolnisə qədər kim baxmalıdır? Bizə Qızılacaya içində belədir. Amma get Bolnisə elə bilirsən ki, şəhərdir. Burada heç nə. Niyə Marnoli? Buranın kəndi xalqı çoxdur. Niyə it yer olsun? Buranın cəmaata heç yer çatmır. Sakinlər hesab edirlər ki, it sığınacağının yaşayış məntəqələrinə yaxın məsafədə və yüksək ərazidə inşa olunması gələcəkdə qoxunun ətraf yaşayış məntəqələrinə yayılması kimi riski artıra bilər. Sakinlər hesab edirlər ki, it sığınacağının yaşayış məntəqələrinə yaxın məsafədə və yüksək ərazidə inşa olunması gələcəkdə qoxunun ətraf yaşayış məntəqələrinə yayılması riskini artıra bilər. Elə hamı elədir. Heç bir elə adam yox ki, o razılığı olur o işdə. Biraz kənar yerlərə aparsınlar, o boyda yerlər var, Ağbulağa doğru falan, o tərəflərə. Nə gətirim var, onun üçün nə salırlar? Kəndə aparsınlar. Əgər bilməzsinizsə da, xalqın müneniyası heç kim razı deyil o işə, heç kim. Xalq birədir, kimsə nəsə deyir, kimsə nəsə demir, amma heç kim razı deyil ona. Qızıl Hacılı kəndindən olan din xadimlərdə it sığınacağının məhz kəndin yaxınlığındakı Qaradağ adlanan ərazidə inşa edilməsini məqsədə uyğun hesab etmədiklərini bildiriblər. Onlar bu qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar. Mən də bir Qızılacılı sakini olaraq heç vaxt razılaşmaram, istəmərəm ki, bu hadisə baş versin. O mənada yox ki, biz heyvanların əleyhinəyik. Sadəcə olaraq o mənada ki, bütün regional itləri burada yığmaq bunun bir həm gigiyenik cəhətdən, həm infeksiyalar cəhətdən bizim gələcəyimizə, burada olan insanlarımıza böyük bir zərər verəcək. Bunun üçün də nədir? Bunun üçün də buna başqa bir uyğun yer, hansı ki, heç bir kəndlə də əlaqəsi olmayan bir yerdə bu işləri qursalar daha məsləhətli olar. Düzdür, əgər bunlar böyük bir iş görmək istəyirlərsə də bu regionda, regional adını qoyulursa da, mən deyə bilərdim ki, başqa bir işlər var ki, onu görülsə daha yaxşı olardı. Elə o qərarı verilsə. Bugün istər bizim yollarımızdan tutmuş, başqa sahələrimizdə də böyük bir çatışmamazlıq var. Sadəcə olaraq sahibsiz itlərin gətirilməsi Qızılacılıya, mən də bir din adamı olaraq, bu yerin vətəndaşı olaraq onun əleyhinəyəm. İstəmərəm ki, o hadisə burada olsun. Olsun, tamam bambaşqa yerdə, biraz da həddən artıq uzaq. İstəsən, istəməsən oranın küləyi, iyisi, axşam buradakı insanların yaşayışına, onların rahatçılığına, onların istirahətinə təsir eləyəcək. Onsuz da bu tozun içində batıb getmişik, tozların da imkanımız yoxdur, bir həyətdə oturaq. Qaldı da o da polis gələndə bunun üzərinə düşünürəm ki, indi gəlin görün burada bir nələr baş verəcəkdir. Mən də bir xalq kimi, bu xalqa da müraciətim də budur ki, meriyada çatdırılsın, o qərar verən qardaşlara da çatdırılsın, icraçılara çatdırılsın ki, bu işlər buraya salınmasın. Başqa bir bölgəyə, başqa bir uzaq bir yerə xoşu aparsınlar, orada qursunlar. Regional bir iş görmək istəyirlərsə də mən onlara bir təklif verərdim. Bizim çox gənclərimiz var. Universitetdə oxuyan tələbələrimiz var. Gürcü də, Azərbaycanlı da, Erməni də, Qrek də burada ki yaşayırıq.
o regional tikilən bir şeyi mən məsləhət görərdim ki, bir dənə böyük bir regional kitabxana tiksinlər. Bizim cavanlarımız, gənclərimiz getsinlər o kitabxanadan elmi cəhətdən istifadə eləsinlər özləri üçün. Bildiyiniz kimi son zamanlar alınan qərar var idi ki, Qızıl Hacılıqda itlər üçün regional bir sığınacaq məkanı təsis eləmək. Bunun barəsində kəndimizdə bir çox etirazlar yaranıbdır və həmçinin mən də bir kənd sakini olaraq, həm də eyni zamanda bir məscid xadimi olaraq bu məsələdə narahatçılığımı bildirmək istəyirəm və düşünürəm ki, bu kənddə prioritetlər daha doğru dəyərləndirilməlidir və düşünürəm ki, itlər üçün sığınacaq məsələsində də daha yaxşı olar ki, başqa düzənlik bir məkan ki, hansı ki, o məntəqədə yaşayış yoxdur və insanlar oradan əziyyət görmə təhlükəsi olmayacaq, başqa bir məkan düşünülərdi. Nə üçün məhz bu qədər problemin olacağı, bu qədər məsələlərin mövcud olduğu bir Qızıl Hacılıqda bu məsələni məsələn önə çəkiblər. Bu da bir sual işarəsidir. Mən düşünürəm ki, mənimlə bir yerdə, məntəqəmizdə də buna çox sayda etirazlar var. Tam olaraq əgər o sahə, o məkan məscidin yaxınlığını təşkil edirsə, bu barədə də çox böyük bir narazıçılıq ola bilər və düşünürəm ki, bu nəzərə alınmalıdır media tərəfindən və bunun üçün xüsusi bir ölçü götürülməlidir ki, dini bir məkana, ibadət evinə yaxın olan bir sahənin yaxınlığında bu məsələ baş tutmamalıdır. Marneuli meri Davud İsmailov isə bildirib ki, it sığınacağı müasir standartlara uyğun şəkildə inşa olunacaq və ətraf mühitə mümkün təsirlərin minimuma endirilməsi üçün bütün zəruri tədbirlər görüləcək. Qeyd etmək istəyirəm ki, Marneuli bələdiyyəsində Qızılacılının inzibati vahidliyində ancaq Qızılacılının kəndində deyil, Tedrisxaroya, yəni Ağbulağa gedən yolda bizim mal bazarının kimi tanıdığımız teritoriyanın yaxınlığında, hansı ki əhalidən xeyli uzaqdır, burada sahibsiz itlərin sığınacağı tikilməyi planlaşdırılıbdır. Qeyd etmək istəyirəm ki, həmin infrastruktur yüksək səviyyədə olacaq, müasir standartlara uyğun olacaqdır və biz yerli hakimiyyət olaraq sırf buranı ona görə seçdik ki, xalqdan uzaqdır. Mən bilirəm ki, bu Qızılacılıqda yaşayan sakinlərin təşvişinə səbəb olubdur, amma bu əsassızdır, çünki Qızılacılıqda deyil, Qızılacılığın inzibati vahidliyində ancaq mal bazarı dediyimiz teritoriyanın yaxınlarında inşa olunacaqdır. Buna görə də istəyirəm ki, buna görə narahat olmasın. İncədən də vurğuladığım kimi, yəni bu müasir standartlara uyğun həyata keçiriləcək. Gödada, yəni Göda yolunda donuz fermasından fərqli olaraq, yəni ki, bu sahibsiz itlərin sığınacağıdır və bu ikisi bir-birlərindən çox fərqlənir və onu da qeyd etmək istəyirəm ki, müasir standartlara uyğun şəkildə inşa olunacaq. Məsələyə müxalifət də kəskin reaksiya verib və sığınacağın Qızıl Hacılı ərazisində tikilməsi planlaşdırılmasını tənqid ediblər. Onların fikrincə, belə bir obyekt yaşayış məntəqələrindən daha uzaq ərazidə yerləşdirilməlidir. Real olaraq itlərdən əvvəl əlbəttə ki, biz insanları düşünə biləcək bir hakimiyyət lazımdır bizə. Çünki insanların qayğısına qalmaq ilk növbədə ən önəmli məsələdir. Bizim rayonumuzda o qədər problemlər mövcuddur ki, o qədər infrastruktur problemləri bugün insanları narahat edir ki, bu halda ki, bizim cibimizdən gedən o məbləğ, o büdcənin hesabında olan o pullar ona xərclənməlidir, amma çox təəssüflər olsun ki, bugün biz KFEMO kartelinin itlərin qayğısına qalmağa çalışırıq və bunun da çox ən böyük də mənfi tərəfi ondan ibarətdir ki, bu qədər bizim bölgəmizdə əlavə mövcud yerlər ola. Məsələn, Yağılca dağı, bundan əlavə bir çox kənarda elə bir torpaqlar var ki, torpaqlar istifadəyə yararsız və
kəndlərdən, yaşayış məntəqələrindən daha uzaqda yerləşən bir məmləkətlərdir. Orada yaratmaq mümkündür bunu, amma çox təəssüflər olsun ki, bunu gətirib kəndə, bölgəyə yaxın bir yerdə yaradılır və bu isə gələcəkdə böyük bir bizim yerli sakinlər üçün problemə çevriləcək. Səslənirəm ki, görün bunlar bizi nə günə salıb ki, böyük bir Qızılacılı elində məktəb tikməkdən, gözəl bir işlər eləməkdən gətirim iç saxlamağa yer tikirlər. Bu neçə illərdir planlaşdırılırdı ki, Urustavidə tikiləcək. Yəni Urustavinin xalqı, meri Davul İsmailovdan tişti olaraq, Davul İsmailovdan qoçaq olaraq onu saldılar Kvemu kartelinin Marniulinin Qızılacılı bölgəsinə. Və bu epidemiya və bu xəstəlik və bunun iyi qoxu hara gedəcək? Əgər elə cəsarətli oğlansansa, Yağılca boşdur. Yağılcadan 2 hektar torpaq al, Yağılcaya sal. Mən Qızılacılı elinə səslənirəm, mən provokasiya danışmıram. Xahiş edirəm, mən də sizlə bir yerdə qoymayın o itlərin ora yığılmağını tikməyə. Bu gələcəyin xəstəliyi. Qeyd edək ki, 2019-cu ildə Marniul merinin müavini olmuş Zaur Tapadadze heyvan sığınacağının Rustavidə tikiləcəyi ilə bağlı məlumat vermişdi. სარაიონო თეშორისო მაზანძალე ძაღლების თავშესაფარი ქალაქ რუსთავში. Hazırda isə layihənin Marniuldə inşasına başlanma tarixi və tamamlanma müddəti hələ müəyyən edilməyib.